tanışınla, yəni fərqi yoxdur. Danışmaq, dinləmək ehtiyacı son dövrdə daha çox artıb məncə. Məsələn, mən özüm uzun zamandır ki, yatmazdan qabaq ASMR-a qulaq asıram. Sırf nədir, qulağımda bir səs olsun deyədir bu. Əslində, insan özü ilə tək qalmaqdan qaçır bir növ. Çünki tək qaldıqca günümüzün dili ilə deyək, overthink başlayır və bu başlayanda gələcək qayğısı, keçmiş, indiki, yəni hər şey qarışır bir-birinə və o qədər çıxılmaz vəziyyətdə qalırsan ki, bir növ gətirib sən hardasa depressiyaya da çıxardır. Yəni bunlardan qaçmaq üçün də mütləq istəyirsən qulağında bir səs getsin ki, uzaq qalasan, yəni fikirlərindən, öz fikirlərindən. Podkastdakı məqsədim ümumiyyətlə həm söhbət olmaqdır, əslində sənlə danışmaq, söhbət etməkdir. Çünki niyyətim kiməsə patronluq daslamaq, filozof kimi danışmaq, yol göstərmək, nə bilim mən bunu eləmişəm, sən də bunu elə falan. Yəni